Hamıya salam, xoş gördüm hər birinizi. Bugündən yeni bir kontentə başlayırıq. Belə ki, kanalımızda dərs videoları da olacaq. Elə isə vaxt itirmədən başlayaq. Belə bir tənlik seçmişəm. Gəlin baxaq. İlk öncə biz burada görürük ki, x plus z bərabərdir 3y. X plus z burada var. Və 3y bərabərdirsə, elə isə qoyaq yerinə. 3y üstə gəlinsin. Buradakı y bərabərdir 12-yə. Buradan tapmış oluruq 4y bərabərdir 12-yə, y bərabərdir 3-ə. Y-in 3 olduğunu bildik. Y-in 3 olduğunu tapdıqdan sonra gətirib burada yerinə yazsaq, x plus z bərabər olacaq 9-a. Daha sonra burada 2x plus 3, yəni y tapmışdıq, 3 bərabərdir z kimi yazsaq, 2x bunların yerini dəyişsək, çıxılsın z bərabərdir mənfi 3 olar. Buradakı tənliyi gətirib x plus z bərabərdir 9 yazsaq və ikili tənliklər sistemini düzəltsək, o zaman bunlar ixtisar gedər. 3x bərabər olar 6-ya, x də bərabər olar 2-yə. Deməli, y-in 3, x-in 2 olduğunu tapdıq. Gəlin elə burada yerinə yazaq. 2 vurulsun 2, üstünə gəlsin 3 bərabərdir z. 4 plus 3 bərabərdir z. Z də buradan 7 tapmış olarıq. Gəlin indi də belə bir suala baxaq. Belə və belə olarsa, bu ifadənin qiymətini tapın deyir. Gəlin baxaq. Əvvəlcə bu ifadəni k-ya bərabər etsək, o zaman almış olarıq a bərabərdir 3k, b bərabərdir 2k, c bərabərdir 5k. Gətirib burada yerinə yazsaq, 5 vurulsun a-nın yerinə 3k-nı, üstünə gəlsin b-nin yerinə 2k, çıxılsın 2 vurulsun 5k. Bərabərdir 28-ə. Olarsa bunu həll edək. 15k, üstünə gəlsin 2k, çıxılsın 10k, bərabərdir 28. Buradan da almış oluruq 7k bərabərdir 28, k bərabərdir 4-ə. K-nı 4 tapdıq. İndi gətirin burada yerinə qoyaq və beləcə ifadələrin qiymətini tapmış olaq. Burada əgər yerinə qoysaq, A-nı alarıq 15, üzr istəyirəm, 4 üçün 12, B-də yerinə qoysaq, alarıq B-ni 8, C-də yerinə qoysaq, alarıq 20, C bərabərdir 20. İndi gəlin, bizdən soruşulan bu ifadədə yerlərinə qoyaq. Bu ifadəni bu şəkildə yaza bilərik. Müxtəsər vurma düsturlarının açılışı kimi yaza bilərik. Açıq B, A plus B şəklində yaza bilərik. C çıx A-da məxrəcə yazdıq. Bərabərdir. Birbaşa yazmaq istəyirəm. A-nı tapmışdıq 12, B-ni tapmışdıq 8. 12-dən 8 çıxanda eləyir 4, 4 vurulsun. A-nı tapmışdıq 12, B-ni tapmışdıq 8. Toplayanda bizə verir 20, yazaq bura. C-ni tapmışdıq 20, A-nı tapmışdıq 12, 20-dən 12 çıxanda 8. Bu da elədir 80 bölü 8, cavab 10. A kvadrat çıxılsın B kvadrat bərabərdir 32. Biz bunu bu şəkildə yaza bilərik.
A çıx B, A plus B bərabərdir 32 şəklində yaza bilərik. Biz buradan A çıx B-nin 8 olduğunu bilirik. Yəni bu ifadənin yerinə 8 yazsaq, 8 vurulsun A plus B bərabərdir 32. Buradan A plus B-ni 32 bölünsün 8, 4 şəklində tapmış olarıq. Daha sonra bu ifadə ilə alt-alta yazsaq, bunlar ixtisar getmiş olar. 2A bərabərdir 12, A bərabərdir 6 tapmış olarıq. 6 tapdıqdan sonra yerinə qoysaq, hər hansı birində yerinə qoysaq, məsələn burada qoysaq, 6 çıxılsın B bərabərdir 8, mənfi B bərabərdir 2, B-ni də mənfi 2 tapmış olarıq. Gətirək indi bu ifadədə yerinə yazaq. 6 vurulsun X çıxılsın mənfi 2 bərabərdir 10. 6x bərabərdir 12, x də bərabərdir 6. Bu da çox maraqlı suallardan biridir. Deyir ki, A vur B bərabərdir 13, A vur C bərabərdir 7 olarsa, B çıx A çıx C-nin qiymətini tapın. Uşaqlar, baxın, burada A hər ikisində var. Deməli, natural ədədlərdir də. ABC natural ədədlərdir. A burada hər ikisində varsa, mən düşünürəm ki, bu 1-dir ki, A burada 1-dir ki, 1-i 13-ə vurublar, 13 alıblar. A burada 1-dir ki, 1-i 7-yə vurublar, 7 alıblar. Ona görə A-nın buradan 1 olduğunu bildim. B-nin isə buradan 13 olduğunu bildim. C-nin də buradan 7 olduğunu bildim. Gətirib burada yerinə qoysaq, B 13 çıxılsın A neçə idi? 1 çıxılsın 7 bərabərdir 5. Cavab 5. İsə gəlin belə bir suala baxaq. Bu sual nisbətən asan sualdır. Demək, bu ifadəni yığcam şəkildə yazsaq olar. A plus B-nin kvadratı çıxılsın 4. A-nın qiyməti verilib 1,7, B-nin qiyməti verilib 0,3. Gəlin toplayaq. 1,7 ilə 0,3-ü toplasaq bizə 2 verər. 2-nin kvadratı çıxılsın 4. 2-nin kvadratı eləyər 4. 4 çıx 4 bərabərdir 0. Bu qədər sadə. Uşaqlar, gəlin indi bu suala baxaq. Bu da maraqlı suallardan biridir. 3-ü 3-ə vursam edər nə? 3-ün kvadratı çıxılsın 1. Yenə eyni qayda ilə 3-ün kvadratı plus 1, 3 üstü 4 plus 1, çıxılsın 3 üstü 8, çıxılsın 3. Yenə də bunu buna vursam, eləmiş olar 3 üstü 4, çıx 1. Buradakı 3 üstü 4 plus 1'i olduğu kimi yazıram. Yenə çıxılsın 3 üstü 8, çıx 3. Yenə bunları bir-birinə vurmuş olsam, eləyər 3 üstü 8, çıx 1. 3 üstü 8, çıx 1, çıxılsın 3 üstü 8. Buradakı 3 üstü 8 və 3 bərabərdir. Bunlar ixtisar edilmiş olar. Mənfi 1 ilə mənfi 3-ü toplasaq bizə verər mənfi 4. Bu da çox maraqlı suallardan biri idi.